Bu il mənim əkdiyim çeşid Magna F1 çeşididir. Yəni bunu mən ilk dəfədir sınaqdan çıxardıram. Biz şitilxanadan gətirdik. Şitilxanaya bu əkilib, deməli, mart ayının 10-u toxum səpilib. Mart ayının 10-u toxum səpilib. Aprel ayının 26-sı sahəyə gətirmişəm Bakıdan, şitilxanadan. Aprel ayının 27-si sahəyə əkmişəm. Bugündəki, bugün ayının necəsidir? İyul ayının 24-üdür. Ləçəkli, dərəndə ləçəkləri üstündə olmağı da bu gözəl bir, yəni elə bir ki, belə deyək də 1-0 qabaqda gedirsən də, o da gözəl bir şeydir. Ləçəksiz olmağı o qədər də vid vermir, ləçəkli olmağı daha yaxşıdır. Bunun bir kolunda aşağısı 35-40 dənə pomidor var. Yuxarısı 55-65 dənə pomidor var. Belə deyək də ortalama götürsək, bunun srednisi, xırdası, irisi, bütün hamısını götürsək, haradasa ən aşağısı 5-7 kilo arası tutuzdurmaq olur. Hələ yenə də artıq tutuzdurmaq olar. Yəni o da ki, təsərrüfatçıyla bağlı olan bir şey. Bu 2 dənə bir koldur elə bu. Baba bu var ha. Bunu qaldırmaq olmur, yəni sınır deyənə tam qaldıra bilmirəm. Bunun elə şeyindən görsənir. Baba, fikir ver. Bunun altında da var ha. İrili xırdalı. Bax, alt hissəsinə bax. Altında da elə pomidorlar var. Rəng almaq, rəngi gözəldir. Deməli, bəzi çeşidlərdə saplağın ətrafında rəng qalır. Bəzən elə olur, sarı rəng qalır. Bəzən elə olur ki, yaşıl rəngi, yəni çalının burası kal qalır, bu alt hissəsi qızarır. Yəni, bunda mən onu müşahidə eləməmişim. Yəni, istənilən tağdan qırmızı pomidor dərək, elə bir hal yoxdur.